Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum. Hörmətli tamaşaçılar, sizləri Həzrəti Zəhra salamullahu aleyha şəbəki-i cəhanidə xoş gördük. Hamınızı salamlayır və xoş gördün deyirəm. Bugünkü söhbətimizdə keçən söhbətimizin davamı olacaq. Bildiyiniz kimi söhbətlərimiz silsiləvari davam edir. Bugünkü qonağımız, studiyamızın hörmətli qonağı Həzrəti Ayətullah Seyyid Hüseyn Musəvi Zəncani Həzrətləridir. Selamun aleykum. Aleykümselam və rəhmətullah. Xoş gəlmisiniz. Çox məmnun. Bəndə də salam ərz edirəm sizin məhzərinizə və əziz tamaşaçıların məhzərinə. Hər kəs bizim bərnamələrimizi təqib eləsə, baxsa, bilir ki, mövzu bəhsimiz nədir. Bəli. Biz istəyirik əhl-i sünnət möhtərəmlərin kitablarını gətirək, onların dəstə əvvəl kitabları, möhtəbər kitabları, onların üzü ilə sabit eləyək. Şiənin müşkili yoxdur. Bizim yolumuz həmundur ki, Peyğəmbər gətirib. Bizim əziz qardaşlarımız, əhl-i sünnəti möhtərəm əhl-i sünnət. Onlar gərək fikr eləyələr, nə eləsinlər, ruzu qiyamət, onlar cavab versinlər. Əlanlar bir zaman deyək ki, mütəəssifanə görürüz ki, dünyayı İslamda qətl-i kuşlar deyərik, bir-birini öldürürlər, bir-birini terror edirlər. Bunlar da hətmən düşmənin əlidir. İslamda dava yoxdur, İslamda əhanət yoxdur, bir-birinin müqəddəsatına bəd demə, lənət eləmə, müstəqim yoxdur. İslamda ədəb gəlib, İslamda ehtiram gəlib. Biz tamamı fərəqi musliminə, əziz qardaşlar əhl-i sünnətə, alimlərinə, qeyri-alimlərinə, hamısına ehtiram qayılıq. 1400 ildir bir-birimizin yanındayıq. Bəli. Qonşuyuq, həmsayıyıq, ehtiramla zindəgiləmişik. Biz mütəqidik, yenə də elə o yoldur bizimki. Bundan qeyrəz bizə yol yoxdur. Bəli. Bunu səhih bilmirik, xilaf-ı Qur'an bilirik. Bir müsəlmani, bir dövləti, bir ismi İslam, İslam adına. Gələ-gedə bir dəni ayrı dövlətdə əsləhə verə, ağa bunu öldürün, onu öldürün, buranı alın, oranı alın, bu dövləti yıxın, o dövləti yıxın. Bunlar İslamda yoxdur. Bəli, əgər bir dövlətin sözü düz ola, bir hökumətin sözü düz ola, ayrı millət gələ deyək, o sözə baxıram da bizə rəbti yoxdur. Məsələn, bəndə 5 kəlmə söz danışam. Bir kişvərdə, bir dövlətdə bir nəfə deyək, bu sözləri mən qəbul edirəm. Bu ki, işgal yoxdur ki. Sən danış, mən qəbul edeyim. Sən haqq danış, mən qoyum gözümün üstünə. Xob, bəs söhbətimiz məlum oldu. İstirik dəstə əvvəl kitabı-hay əhl-i sünnəti, əhl-i sünnətin kitablarını gətirək, bir-bir oxuyaq, deyək, ağa, bizim işgalımız, etirazımız budur ki, niyə Peyğəmbərdən, niyə sünnətdən nəql eləmirən, Tövratdan nəql edirən? Yəhud İslam döy. Ərz elədiyin deyək kimin, Peyğəmbər dünyadan gedəndən sonra hərbi çövriş oldu. Bəli. Xob, biz deyərək kuduta oldu. Bəli. Yahudular gəldilər, Ömərin əli ilə bir kuduta elədilər. Peyğəmbərin xanavadəsi 50-60 ildə hamısı öldü. Hamısını öldürdülər. Amma kimlər işə çatdı? Hesab elə Kəb-ül Əhbar-ı Yəhudi, Ağay Təmimi Dari Məsihi, Abdüsselam Yahudi, Abdullah ibn Selam Yahudi, Muhammed ibn Kəb Qurazi Yahudi. Bu ağalar gəldi, işin üstüne oldular malla. İmam Hüseynə İslamdan nə çatdı, müsəlmanlardan nə çatdı? Baş kəsmə. Laqa sənin başını kəsəcək. İmam Hüseynə zəhri verdilər. Həzrəti Zəhranın qəbirqalarını sındırdılar. Həzrəti Əlinin başından terror elədilər. Eşitməli söz budur ya. Səhih Buxari deyir, mən düz adamların rivayətini nəql eləmişəm. Bu kitabımın adı nədir? Ağay Nəsirli Səhih. Bəli. Kimdən nəql eləmişəm? Cənab-ı Buxari. Nə bilirəm, Ağay Ömran ibn Fulan. Bu Ömran kimdir? Həmin adamdır ki, İbn-i Mülcəmə dedi, əlin ağrımasın, Allah quvvat versin. Şeir dedi. İbn-i Mülcəmi mədih elədi. Yaxşı iş gördün, əlini öldürdün. Bu adamdan rivayət nəql eləyib. Deyir, bu adam adildir. Əbu Lölə kim öldürüb? Öməri. Öməri. Əbu Lölə da düşməndə əvvəlin düşmən bilirlər.
Dünyanın ləni kimə yollurlar? Əbulu. Kim öldürüb ağa? Öməri. Bəli. Xub İbn-i Mülcəm kim öldürüb? Həzrət Əlini. Yaxşı. Hər kəs Əbu Lövləyə lənət yollamasa, olar ki, ağa, niyə sən Əbu Lövlə məsələn, Əbu Lövlə belədir, belədir, məlun nərəcə. Xub, pəs o cürdə niyə İbn-i Mülcəmə çatanda deyirən ki, əlin, qolun ağrımasın, bətər iş gördün. Həmin adam ki, oturub İbn-i Mülcəmə deyib, çox yaxçilədin, ay sənə qurban olum. Həmin adamın rivayətlərin, ağay Səhih Buxari yığıb elib Səhih. Əlinin qatili adildir, Əlinin qatili zalim döyür, Əlinin qatili muttəqi zahiddir. Rivayətlərin Səhih Buxari cəm eləyib. Ömər öldürən olub düşmən. Əcəb, Ömərin Əlinin fərqi nədir? O da sahabədir, bu da sahabədir. Muntaha Əli həm sahabədir, həm əhl-i beyt, Ömər əhl-i beyt döyür. Roşan oldu. Xob. Ərz elədik, Yəhudilər gəldilər, Ömərin əlindən kudut elədilər. Dedilər, bu kudut-hay nizami idi. Əlini mühasir elədilər. Qollarını bağladılar, əhl-i sünnət bunu qəbul varlardı. Gətdilər Zoran, nə aldılar? İqrar. Beyət elə. Utuldu. Bu ki, hamı yazıb bunu da. Əyalın da qəbirqələri sındı. Onlar deyirlər, nə? Qəbirqələri sınmadı. Elə həml elədik. Ot da vurmadıq. Elə həml elədik. Xub, elə bu miqdar qəbul eləyək. Niyə həml edirdiniz? Dünya bilir, rəy gərək azad verəsən. İcazə verin, çox roşən danışım. Ağam, mən istəyirəm sənə rəy verəm, gərək özüm intixab eləyəm, kötüşallarımı giyəm, ya əba-qəbamı giyəm, gələm, sənduğun yanında sənə rəy verəm. Düzdür? İndi 2 nəfər gələ mənim qollarımı bağlaya. 28 nəfər də qılıncı saxlaya başımın üstündə, şəmşiri qılıncı. Qılıncı. Deyə, get Əbu Bəkrə rəy ver və əllə başı kəsərəm. Bu rəy düzdür? Bu rəy olmadı ki. Zor gücünə rəy olmadı. Kulli əhl-i sünnət deyirlər, Əliyib Nəbi Talibi tutdular, qollarını bağladılar, getdilər Zoran, nə aldılar? Beyət aldılar. Bu rəy mübarək rəydir. Bu bir işgalımız. İkinci, Əlinin ki, Peyğəmbərin qucağında böyümüşdü, hamısı yazıb uləmaya əhl-i sünnət. Əntə minni bə mənziləti Harunə min Musa. Ey Əli, sən bə mənzilə Harunsan mənə. Yəni, həm vəsisən, həm xəlifəsən, həm mənim elmim səninkidir. Ənə mədinətül ilm əliyyun babuha. Bu Əlinin rivayətlərini yandırdı. Qoymadılar Əli bir kəlmə, 25 ildə qaldı, öyle bir kəlmə qoymadılar qəbləs xütbeten danışa. Bəli. Kim danışırdı bu 25 ildə? Əbu Bəkr, Ömər, Osman zamanında kim idi xütbələr oxurdu? Xütbələrdən qabaq bağışlayır, söhbət edirdi, moz edirdi. Kəbul Əhvari Yəhudi, Təmimi Dariyə Məsihi. Qulaq az. Bəli. Bunlar İslam'a nə müərrif elədilər? Bunu müərrif elədilər. Əl-İslam aşaçılar. 17-ci şubarə, bilmirəm 17 burada oxunur. 17-ci nömrə, bəli. 17-ci nömrə. Kitab-ı Tevhid bil-lüğətil farsiyyə İmam Muhammed ibn Abdülvəhhab. Bəli. Əl-an bu tevhid həm Ərəbistan qəbul vardı, həm Türkiyə. Deyirlər tevhid budur. Mən oxuyum bunların tevhidin. Hududu 4 milyon hacıya veriblər bir ildə. Hər ildə versələr gör neçə milyar dolar. Bəli. İndi oradan gətirilmədi bu. Bəli. Ərəbistan çap edib. Ərəbistan. Baxın. Orada hacıya verilənlərdən biri də bu. Bəli. Əl-İttihad-ül İslamiyyə Aləmi lil-Münəzzəmat-ı Tullabiyyə icazə ver. Bəli. Tutləb cəmi mənşuratına bi 70 lüğə 70 lüğədə tərcümə olub. Bəli. Riyaz. Çapı Riyaz. Hatif yazıbdır şumarəsi. Siz üzünü çöndərim bir dənə baxsınlar. Bəli. Nəzik bu. Tamamı keşvar dövlətə İslamiyyə yollayıblar. Bəli. Duruz. İndi görək bu nə yazıb? Bu da səhvəyə qabaqki cəlsədə vəzi vermişdi. Bəli. 301-cidir. Bəli. 301. 301-ci səhifədə. Səhifədir. Bəli. Axırıncı səhifədə. Duruz. Bir dənə də səhifə oxuyum sizin üçün. O da 228-229-cu səhifə. 228-229. Hala nümunə deyirəm, nə hamısı çoxdur mətləb. Vaxtımız gəldi. Duruz. Əvvələn bu əvvəlimci ki, ərz elədik nə deyir? Deyir ki, yəni Yəhudilər gəlirdilər Peyğəmbərə Allahı örgədirdilər. Ey Peyğəmbər, Allah bu cürdur, Allah bu cür rəhimdir, bu cür kərimdir, bu cür rəhmandır. Duruz? Bəli.
ayə nazil olurdu ki, ey Peyğəmbər, bu Yahudilar deyən Allahı əldən qoyma. Əsli Allah bunlar deyəndir. Belə, Bəli. indi bura bax. Bu cümləyi ki, səhifəyə 228, 229. Bəli. Burada nədir? İbarətini oxuyun. Ən quteylə, İnnə Yahudiyyən ətən nəbi fəqal innəkum tuşrikun. Təquluna maşallah və şeyd. Və təquluna vəl-Kəbə. Fəəmərəhumun nəbi izə əradə ən yəhlifu ən yəqulu və Rəbbil-Kəbə. Və ən yəqulu maşallah thümmə şeyd. Və la yəqulu. Yəhudi gəldi, Peyğəmbərə dedi ki, siz müşriksiniz. Müşrik yəni nə mən? Müşrik deyərik? Bəli. Şirk eləyən Allaha şirk eləyən. Allaha şirk eləmir. Sən müsəlman deyilsən, müvəhhid deyilsən, müşriksən, kafirsən. Bir mənası küfrü təqribən də. Bəli. Niyə? Peyğəmbər buyur, mən niyə müşrikəm? Deyir, siz deyirsiniz ki, maşallah və maşeytu. Allah istəsə, bir işi görəndə deyirsiniz, Allah istəsə, mən istəsəm bu iş olar. Və and olsun Kəbiyə. Bu cür siz danışırız, ey Peyğəmbər, sən ki bu cür danışıran, sən müşriksən. Peyğəmbər soruşdu, ey Yahudi, nə cür danışın, müşrik olmayın? Deyilən ki, və Rəbbil-Kəbə. And olsun Allah, Kəbənin Allahına. And içməyin Kəbiyə, Allahına and için və əllə müşrik. Peyğəmbər də əshabı cəmələr dedi, ağayan, gəlin də bu cür deməyək. Yahudilar bizi nə bilirlər? Müşrik bilirlər. Yahudilar gəldilər, Peyğəmbərə müvəhhidliyi öyrətdilər. Bu da dünyaya bəxş olunan kitab, yayılan kitab. Yayılan kitabda olan ifratlar. Bir kitabı ki, Vəhhabilər tamamı dünyaya yayıblar. Hər milyonlarla hacıya verirlər. Milyonlar hacıya veriblər. Hər kəs bu kitabı oxusa, deyər, bizim Peyğəmbərimiz Allahın tanımırmış. Peyğəmbər olandan sonra da yenə müşrik imiş. Yahudilər gəlib bunu təzə müsəlman eləyiblər. Həqiqətən çox gücünsüz bir şeydir. Hal ondan sonra, bu ki deyirəm, tək bu kitab deyil, hezaran kitabda. Nədir? Peyğəmbər getmişdi Meyraca. Bu nə əhl-i sünnət yazıb ha? Bu şiə bunu nə cür qəbul eləsin? Əziz əhl-i sünnətlər, siz bunu qəbul edirsiniz, mən şiə qəbul eləyəm. Meyracdan qayıdıb gəlirdi, yolda Peyğəmbər ənib gəlirdi. Elə bil ki, 70 bin məsələn asımana. Bəli. Həzrəti Musa dedi, selamun aleyküm, yorulmayan, ağrımayan, hardan gəldirəm? Peyğəmbər dedi ki, mən getmişdim, bizim Peyğəmbər deyə ki, mən getmişdim Meyraca. Nə üçün? Getmişdim, namaz alam gətirəm, ümmətə namaz. Aldın, Peyğəmbər Musaya deyə, ya Rasul, ey Musa aldım. Musa soruşur, əhl-i sünnət yazır. Bəli. Musa soruşur ki, neçə rəkət aldın? Həzrəti Peyğəmbər İslam buyurur ki, 51 rəkət. Musa deyir, öyün tikilməsin, mən təcrübəm səndən çoxdur, mənim Peyğəmbərim çox qabaqdandır, sənin təcrübən yoxdur, mərdumun giriftardır, 51 rəkəti qıla bilməz 24 saatda. Get, azalt, get, danış, nə deyəriz müamilədə, biz deyərik çunəzədən. Get söhbət edənə. Get söhbət elə, get aşağı. Peyğəmbər İslam bir də qayıtdı, yetdi Meyracı, Allah dedi, bu dedi, Allah dedi, gətdilər, çıxartdılar xülasə. 17 rəkət. 17 rəkətə, qayıdıb gəldi Həzrət, əlbəttə Musa deyib ki, əvvəl gətiriblər 40 rəkətə. Gənə Musa qeytərib deyib, baba, çoxdur. 3 dəfə Peyğəmbər qayıdıb, Musa gəlib bizim Peyğəmbərə namazın ədədini öyrədib. Bizim bədbəxtana, biz şiyələrin kitabında da onu götürüblər, bu təvəccüh ölmüşlər, nə bir şey nəql ediblər. Hətta şiə mallası da beni görmüşəm ki, bunu oxuyub. Sual nəticəsi bilirsiniz nə olur? Musa Peyğəmbər bir də görsəydi, Peyğəmbər də namaz qalmazdı ortada. Əgər bizim Peyğəmbər bir Peyğəmbərdir, heç bilmir məsləhət ümmətinədir, Musa gəlir örgədir. Musa bizim Peyğəmbərdən, salamları, bizim Peyğəmbərdən yuxarı olur. Bəs məlumdur bizim Peyğəmbəri də ki, Musa örgədir. Bəs vaxtı bizim Peyğəmbərimizi Musa örgədir, elə Musadan qəbul eləyək də. Elə ki, bu söz gəldi, gətdilər bunu meydana. Yəni, vaxtı bu rivayatı gətirdilər hara? Meydana. Bəli. Yaydılar. Bəli, yaydılar. Mərdum amadə oldu. Mərdum amadə oldu ki, bəs qəbul eləyək. Əbdullah ibn Səlam hənuz Peyğəmbər diri idi. Getdi Peyğəmbərin yanına. Kim deyir bu sözləri? Ağay Nuruddin Hələbi, Sirə-i Hələbidə mənim gözüm qabağında. Həmin müqəddəmə əvailində. Əbdullah ibn, hala əvail deyirəm, çünki zehnimə tək eləmirəm, zehn xəta elər. Sirə-i Hələbi 3 cildin birində. Deyir ki,
Abdullah ibn Səlam gəldi Rəsulü Xudaya dedi. Əlbəttə tək Hələbi demir ha. Bunu hamısı yazırlar bu qisməti yazanlar. Ya Resulallah, düzdür mən müsəlman olmuşam, amma ürəyim Tevratdan üzülmür. Üzülmür. Ne eləyək? İcazə ver, ben Tevrat oxuyum. Bir gün Tevrat, bir gün Quran. Hələ bir yazı beş bir gün Quranı demədi. Dedi ki, mən Tevrat oxuyum. Bir cayı cümə, Yahudilərin şənbəsin tətil eləyib. Çün Tevratda da dəvə əti nəcisdir, elə o yeməyim. Yemirəm. Xob. Ağay Abdullah ibn Səlami ki, Peyğəmbər zamanında bu olub o adamın ki, deyir, İslam ibarətdir o Tevrat deyəndən. Bəli. Ömər getdi, Tevratı elədi bizə kitab-ı Tevhid. Hala diqqət elə bundan beliyə. Bizim dostlardan çox yazırlar bu morda kitab. Bəli. Bir dənə, beş dənə deyir. Götürüblər, Allah ki, Ömər müərrif eləyib və əhl-i sünnət müərrif eləyib və səhih Müslim müərrif eləyib, onları yığıblar bir yerə. Mən də getdim, Tevratda ayələri çıxartdım və əhl-i sünnət nəql edin, Allah'a da çıxartdım, görəm nədir. Diqqət buyurun. Qur'anın ayələri ki, Allah'ı müərrif eləyib çıxartdıq, qoyduq bir tərəfdə. Bu Qur'an deyən Allah deyir, gözə görsənməz. Muhitun ala kulli şey, leysə kəmisli şey, la tudrikul əbsar. Bu bizim Allah'ımızdır, göz görməz. Tamamı şeye əhatilər. İmkanı bu iki bir şeye şəbahət ola yoxdur. Allah saməd. Baxın, əvvəlimci, Tevratın əvvəlidir. Bu bizim Tevratın səfhiyi. Baxın, Tevrat vərəqi əvvəl. Əvvəlinci vərəq. Səfhiyi əvvəl. Bəli. Deyir, Allah Adəmi öz qiyafəsində yarattı. Allahın burnu nə görünmüş? Adəm kimi. Adəmin burnu Allahın burnuna oxşuyur. Allahın qaşları ilə Adəm elə birdir. Adəmin əli ilə Allah elə birdir. Xuda گفت آدم را به صورت ما و موافق شبیه ما بسازیم. اولین سطر صفحه دوم. İkinci səhifədə. Mən 1000 cilt kitabı ki dəmi dəstində həddəqəl əhl-i sünnətin var, həmin mətləbi deyirlər. Allah yaradıb bəşəri öz qiyafəsində. Allahın elə dizi bu cürdur, Allahın barmaqları bu cürdur. Qur'an deyir, leysə kəmisli şey, heç kəsə oxşamaz Allah. Bəli. Tevrat deyir, eyni Allahla, Adəm sənlə Allah elə biriz. Hala, səqqəlinizlə birdir, vəli Allahın səqqəli təzə əmrəddir, çıxmayıb. Cavan uşaq kimi. Bəli. Allahın əxirən qıçı da zəxmidir. Nə mi olur? Nəmrud Allaha gül atanda, nə deyirik? Bəli. Tir atanda, güllə atanda dəyib Allahın qıçına ruzu qiyamətdə Həzrəti Fatimə-i Zəhra deyəcəklə, ümməti bağışla, Yezidi bağışla, elə məni də vurdu da qıçım zəxm oldu. Adam gərək ilə bağışlaya da. Allahın qıçı zəxmidir. Xob, Allah hardolar? Saəti du bəd əz nisfi şəb. Neçə olar? 2. 2 rəsət gecədən soğuşa, 3 rəsətdən biri qala. 12 saatdir. 12 təqsim ola 3 yerin neçə olar? 4 saat. 4 saat. 8 saat. Əhl-i sünnət yazıb. Etiqadları budur, dinləri budur. 8 saat gecədən getdi, Allah təşrif gətirər gecələr Kurey zəminə. Allah gələr yerə. Yer kürəsinə. Hə, bəndələrə deyir, mən qaydacam işim var, asımanda işim çoxdur. Bu bir balaca bir yerdir Kurey zəmin. Hər kəsin naməsi var, müşkili var, namaz qılacaq, namaz şəb qılacaq. Hər nəmə deyin, yığışdırım, qutarım, yedim. Hər gecə Allah saat 2-də Kurey zəmindədir. Xob bir Allah ki, Kurey zəmindədir, xorşid munfəcr olsa, nədir? Gün. Bəli. Munfəcr olsa, onu kimə tapşırıb gəlib? Bəli. Günəşi, ayı kimə tapşırıb? Xob bir Allah bəs bir yerdədir, ayda döyür. Bəli. Gündə döyür. Zöhəldə yoxdur, müştəridə yoxdur, Antarsda yoxdur. Bəs Allah gəldi Kurey zəminə, ayrandan xəbəri yoxdur ki. Bəs bu necə Allah? Tamam bu Allahlar buradadır. Bu Yahud Allahıdır. Hamısını çıxartmışam ha. Bəli. Baxın, hamısını əlamət vurmuşam Allahın ayələrinə. Sərih deyir ki, Allah göydən gəldi, söv tərəfi, Musa gözünü açdı, Allah dayanıb, çadının yanında. Salamünaleyküm. Aleykümselam. Xoş gəlmişsiniz. Allah can, sözüm vardı, bəli. Xoş beş elədi, Allah söhbanə və həm yedilə yemədi, Allah çıxdı, yetdi. Bunların bir Allahıdır.
Allahlarının biri Həzrəti Yaqublandır. Biri Həzrəti Yaqubla küştü tutur. Nə deyəriz türküdə Güləşirdilər. Allah güləşir. Ondan sonra Yaqub bıdaq atır Allah. Bəli. Allah bıdaq atır. Fənd atır. Fən atırlar Fən bir-birinə. edirlər, Və bir-bir vururlar yerə. Yerə. Xoş. Bu Allahı mənim nəzərimə saxlamayaq betərdir. Çünki o ki başı qarşı Allahın Yaqubla güləşir. Yaqub qolunu salıb Allahın boynunu vurur. O nə vaxt mənə nicat verəcək? O elə özün başarsa Yaqubun qolunun altından çıxarsın. Bu Allahı mən neynirəm? Gecə gündüz ağayan əhl-i sünnətin radyo televizyonu tavhid, 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 tavhid xalis. Sənin tavhid xalisin ulağa minən Allahdır da. Yazmışam, gecələr Allah minər ulağa gələr Kurey zəminə. Bu Allah'a tapşır. Bu Allah. Səni ged Allah'a tapşırdım. İndi bu Allah'ın ulağa gələndə yolda gir elədi. Bir dənə lehə təpildi. Biz nə eləyək Kurey zəmində? Bu mətni bunların kitablarıdır. 1 döy, 5 döy, 1000 döy. Pəs Şiə deyir, əziz əhl-i sünnətlər, xəbəriz yoxdur nə cür bədbəxt olmuşuq. Tevhid-i Tevrat. Ya türküsü olur ki, Tevrat tevhidi. Tevratın içindəki olan tevhid. Tevhidi ki, o da tevhid-i vaqi, Tevrat-ı vaqi deyir ha. Bəli. Təhrif olmuş. Tevratın bizə çatdırdığı Tevratın Allahı ki, gözü var, qıçı var. Birində gözü ağrır. Elan burada yazıb ki, Allah'ın gözü ağrırdı. Mələklər getdi, salamünaleyküm. Dünəndən düktür zat gəlib, sənin gözlərin ağrıdır. Pilisirindən zatdan istifadə eləmişəm. Bəs bu Allah'ı hər divaniyə versən, dinqira, əql olsa dinqir, muxtasar, Allah'ın gözü ağrımaz, Allah'ın gözü bizim gözlərdir. Tevhid-i Abdülvəhhab, təvəssüt-i Ərəbistan-ı Suudi, məxuz az Tevratdır bu. Bunu biz Şiə deyirik, bu haqqı eşidin. Biz qardaşıq, dəvət və toqquşma eləmirik. Bəli. Dəvət və müharibə eləmirik. Davaya dəvət eləmirik. Hər kəs bu işi görsə düşmənlik. Quran sərih nə deyir ağaca? Quran deyir ki, lətəcidənə əşəddən nas ədavətən lilləzina amənəl yəhud. Heç kəs sizə xətərnakdır az İsrail yoxdur. Bəli. Bu ayədir. Bəli. Bəs nə olub bunlar? İsraillə rəfiqdirlər, Şiələr öldürürlər. Şiə deyir, baba qardaşıq, o qardaşını öldürür. Bəli. İsraillə rəfiqdirlər. Bu necə işdir? Əgər siz müsəlman deyilsiniz, yalan deyil, yəni münafiqsiniz ki hiç. Biz deyirik münafıq deyilsiniz, bilmirik. İradımız əhl-i sünnətə budur. Xəbəriz yoxdur. Cəhli mutlaqdan çıxın eşiyə. Özünüzdən bir kəlmə soruşun. Bilməz, qoy sənədlə danışım da. Sənədlə. Sənədlərin içində sənə yaxşı olar. Bəli, baxın, bir dənə sənəd əlan gətirmişəm, çox. Baxın, Qur'an-ı Kərimdə, baxın, yaddaşımız neçə dənə cümlə gətirmişəm, 1000-dən biri olmaz. Yəni, 1000 dənədən kəmdir bu, 1000-dən biri də deyil. Bəli. Allah buyurub ki, mən fəqət rəhmətəm. Kulli surələrdə, başlayın, Qur'an dəmidəstə yoxumda əlan, amma Tevrat var. Tevratın əvvəlindən axırına kimi heç surəsinin Bismillah yoxudur. Bəli. Düz deyirəm, yəni yetirə bilirəm. Bismillah kəlməsi yoxdur. Amma Qur'anda hamı surədə var, qeyr-əz bəraət. Çünki bəraət surəsidir. Dava bi qavl-i məruf, bəraət deyərik də. Qəzəb surəsidir. Da Bismillah rəhmətlə cür gəlməz. Amma əvəzinə surəyi Mübarək-i Nəmlidə bir izafə. İkinə gəlir. Orada Name-i Həzrət Süleyman bəy. Bəli. Səbə. 114 dənə Bismillah gəlirlər. 114 dənə surə, 114 dənə Bismillah. Birinin əvvəlində gəlmir, vəli ortasında gəlir. Sən ortasında gəlir. Pəs Qur'an nə ilə şuru olur? Sən bir də bunu təkrar elə. Bismillahla. Bu Tevratda 83 kitabdır. Həzrət Musa, Yuşə, Huşə, İrmiya, Həzrət Hizqiyal, Əş'iya, Davud, Süleyman hamısı burada. Bəli. Bu 83 kitabda bir dənə Bismillah yoxdur. İndi çün Tevratda Bismillah yoxdur. Bir dənə sünnü də Quran namazda Bismillah deməz. Çün Tevratda yoxdur. Bu musibəti mən kimə deyim axı? Bu cür deyirə, Allahu Ekber, Elhamdülillahi Rabbil Alemin, Bismillah niyə yedin? Bismillah yeməlidir. Yazır Quranda Bismillah. Bu suanı yazır. Amma hazır da onu oxuya.
Niyə? Çünki Ömərə yahud deyib gərək sizin bizə tabi olmaqlığınız, siz ki bizə nökərsiniz, biz yahuda gərək bir yerdə sabit eləyəz. Əgər bismillah deməsəz, biləcək ki biz cürriyən, biz pərvəriş verən, biz tərbiyyət eləyən müsəlmansınız. Amma Peyğəmbər və Ali ibn Əbi Talib əl-cəhru bi bismillahirrahmanirrahim min əlamətil mümin. Bəli. Peyğəmbər buyurdu, bunların hamısını əhl-i sünnət yazıb. Bəli. Mən yığmışam 80 mənbə, 80 neçə mənbə. Peyğəmbər buyurub, əlamətül mümin ərbəʼ. Əlamət-i mümin neçədir? 40. Nə ərbə'in, nə ərbəʼ, 4. 4. Əl-cəhru bi bismillahirrahmanirrahim. Yəni ki, Bismillahı uca deyəsən. İstəyirəm bilən kim şiədir, kim şiə deyir, harada bir git namaza. Namazı məğrib ola, iş ola, hətta namaz zuhr əsrdə də. Deyər, Allahu Ekber, Bismillahirrahmanirrahim. Bu, hər kəsdə bu tərbiyyət şüdəyir. Peyğəmbər o ki, Əlidir. Hala get, əziz qardaşlara, böyük qardaşlara, əhl-i sünnətə. Allahu Ekber, Elhamdülillahi Rabbil aləmin. Nə ittifaq düşdü Bismillahdan? Niyə qorxuran? Cinsən məgər? Cin deyərlər Bismillahdan qorxur. Sən niyə qorxuran? Pəs bu mətləbi yetirdim. Əvvəlin rəmzi bilək. Əhl-i sünnət benavallar xəbərləri yoxdurlar. İttilaları yoxdur. Bilələ tarix nədir? Vallah billah. Çox yaxşı mömindirlər. Mən İranın Kurdistanına getmişəm əhl-i sünnətə. Bəqədri rəuf, mehrəban, əqilli, qonağa ehtiram eləyən, abid, zahid, muxlis ləvəcillah. Benavalların xəbəri yoxdur. 5 dəqiqə ki, otururan danışım, ağa, sən bu namazı qıldın, qardaş, niyə Bismillah demirəm? Bizim mərcəmiz deyib Bismillah demə. Dedim, Allah deyib, di da. Bəli, Quranda Bismillah gəlib. Bəs di da. Quranın sözünə baxmıram, mərcəmin sözünə. Mən deyim, o mərcəyi Tovratdan gəlib də. Tovratda üçün Bismillah yox. Bəli. Ağayan və habilər də təqlid ediblər Tovratdan. Bismillahı yiyərlər. Bəli. Numunə deyirəm bunları ha. Bu mədariki misin ki, sizə nişan verdim, oxumadım bu mədrəki. Peyğəmbər buyurur 114 surədir, 114 dənə Bismillahirrahmanirrahim. Bəli. Düzdür da. Burada yazıb ki, qoy oxuyum mədrəki. Buxari şuma, nə deyirik? Nömrəsi. 4905-ci nömrə. Bəli. Səhih Buxarinin ədədi şumarəsidir. 3518-ci şumarə. Gənə Səhih Buxaridə. 4907-ci şumarə. Bəli. O da 3 Buxaridən gətirirəm. Deyirlə qəbul varımızdır. Əl-Bidayət və Nəhayyə. 3, bağışlayın, cildi S, 3. 3-cü cild. Bəli. Səhifəyi 478 Tirmizi. Biliriz ki, bunların... Bəli, Tirmizi. Bəli. Behtərən kitablarındandır. Xəbər 3305, 3315. Bu mədrək bəsdir. 1000 dənə mədrəkdən bunları yetirmişəm. Həddəqəl 1000 dənə kitabdan. Duruz. Deyirlər, Ömər dedi, bax ha, eyni ibarət budur. Hər yerdə Peyğəmbər deyərdi, ağa, sən niyə iştibə elədin? Ömər deyərdi, ver başın kəsim. Də'ni ən əzrəbə unaqa. Də'ni ən əzrəbə unaqa. Bu İslamın harasından çıxır. Bir nəfər gələr deyir, ya Rəsulallah, sən təqsim eləyən beytulmalı mən qəbul eləmirəm. Böyük eləməz, sən özün təqsim elə. Duruz? Bəli. Ömər deyər, də'ni ən əzrəbə unaqa. Qoy başın kəsim. Qoy başın kəsim. Baxın, İslami ki, Ömər ona haşiyə yazır Peyğəmbərdən sonra və İslam adambaşı kəsmə İslamıdır. Mədrəkini oxudum. İndiki Daişin əlində olan, işçinin əlində olan İslamdır. Bu Daişin İslamı vallah, billah, təllah Peyğəmbər İslamın dör, bu rəhmətdir. Deyir, ağa, Çinə ehtiram ilə haqq həyat vardı. Emrikəyə ehtiram ilə haqq həyat vardı. Rusiya ehtiram, Hindistan, tamam millətlər haqq həyat vardı. Yaşamaq hüququ vardı, bəli. Yaşayış hüququ vardı. Durustdur. Düzdür. Bunlar gəlib də deyirlər ki, qalə Ömər ibn el-Xəttab, qalə Rəsulullah, Ömərtü ən uqatilən nas hətta yəqul la ilahə illallah. Mən bilməm, hər kəs la ilahə illallah deməsə başını kəsəcək. Ən Daiş kimə müğəlliddir? Ömərə. Ömərə. Bu İslamı Ömərdir da, niyə ayıqmırız? Bəli. Ərzim tamam oldu. Vaxtımız biraz azdır. Sizin inşallah söhbətlərimizdən faydalanacağıq. Söhbətlərimiz get-gedə daha da vüsət tapır. İnşallah ki, tamaşalarımızı izləyirlər, görürlər. Bir daha sizə təşəkkür edirəm. Çox sağ olunuz ki, studiyamıza gəlirsiniz, bizi dəyərləndirirsiniz.
bizim o zehnimizdə qalan qaranlıq mətləbləri xalqımıza, bizə çatdırırsınız. Çox sağ olun. Bir daha təşəkkür edirəm sizə. Hörmətli tamaşaçılar, gördüyünüz kimi günü-gündən söhbətlərimiz daha geniş vüsət tapır. Biz İslam tarixinə, Əhl-Sünnə kitabları ilə baxırıq. Çox sağ olun bizi izlədiyiniz üçün. Təşəkkür edirik sizə. İnşallah gələcək bəhslərdə də sizin hüzurunuza gələcəyik. Allaha tapşırıram sizləri.